Sabahınız xeyir olsun. Deməli, zavtraka uşaqlara düz yığı hazırlayacağım. Özümə çoxdan da latte içmirəm səhərlər. Sərin latte hazırlayacağım. Sərin deyirəm, buzlu olmayacaq, ona görə sərin deyirəm. Ondan sonra badımcan qızardacağım. Böyük ehtimalla axşama lobya bişirəcəm. Dəqiq bilmirəm, amma həm badımcan, həm lobya bişirsəm, bugünkü rasionda ət olmur. Salat eləyəcəm. Salatı da uşaqlar yemirlər. Badımcan salat eləyəcəm. Toyuq var da, ət olaraq toyuq var rasionda. Bir də bu çiyələkləri şokoladla çiyələk eləyəcəm. Vəsə, bugün üçün, yəni bişirəcəklərim planda bunlardır. İnşallah ki, başqa heç nə çıxmaz. Sürpriz. Amma indi mən zavtraka eləyəndən sonra əvvəlcə spagettləri yığışdıracağam. İndi gözləyəcəm, bu dəm alsın. Bunun içine tökəcəm. Üstünə süt tökəcəm, sonra da köpük. Duzunu, pesokunu, kərə yağını əlavə elədim. Demək olar ki, düyüsü pişib. İndi sütünü əlavə eləyirəm. Biraz belə qaynasın. Uşaqların sıyığını hazırladım. Üzərinə də biraz darçın əlavə elədim. Onlar darçından yeməyi çox sevir. Mən də kofe içəcəm. Əslində pomidor yumurta istəyirdim, amma yumurta yoxdur və uşaqları da göndərə bilmədim marketdəki yumurta alsınlar. Ona görə bugün təkcə zavtrkamı kofe ilə eləyəcəm. Başqa da heç nə yemək istəmirəm. Yes. Demək, mən köhnə vloqlardan demişəm artıq. Mən diqqət yayınıqlığı olan biriyəm. Məsələn, elə şeylər, elə hadisələr baş verir ki, heç yadıma düşməyə bilir sonradan. Diqqət yayınıqlığım çox güclüdür. Amma mən həmişə bunun üstündə işləmişəm. Yəni, özüm öz diqqət yayınıqlığımı toparlamağa çalışmışam həmişə. Hal-hazırda bunu qida əlavələri ilə edirəm. Amma buna dəstək olaraq da başqa çalışmalar eləyirəm. Məsəl üçün, konsentrasiya məşqləri edirəm. Bunu, necə deyirlər, nöqtə çalışması da deyirlər. Bir divarın bir yerinə nöqtə qoyursan və sadəcə o nöqtəyə fokuslanırsan. Birdən ayılırsan ki, fikrin başqa yerdədir. Başqa şey düşünürsən, yenə qayıdırsan o nöqtəyə. Davamlı olaraq o nöqtədə qalmağa çalışırsan. Buna deyirlər açıq fokus. Mən bunu artıq məşqlərimdə yavaş-yavaş tətbiq eləyirəm və baxıram ki, artıq məsələn 30 saniyədən artıq orada fokus saxlaya bilirəm. Yəni 30 saniyə çox çərəşür böyük bir vaxtı bizim üçün 10 saniyədən artıq deyil, yəni. Ona görə mən bu çalışmaları da real həyatıma tətbiq eləməyə çalışıram. Məsəl üçün, nəsə bir iş görəndə arxa fonda nəsə qoşub qulaq asmıram. Əvvəllər səsli kitabları da musiqi qoşub qulaq asırdım. Bu mənə yaxşı fokuslanmağa kömək eləyirdi. İndi fokuslanmaq üçün çöldən dəstək almağa çalışmıram. Özüm, öz fokusumdan bir yerdə qalmağa çalışıram. Bu da mənə deməli, bu beyində dopamin dəngəsini qorumağa kömək eləyir. Mən bir dəfə mentorluq proqramı almışdım. 150 manat idi, səhv eləmirəmsə qiyməti. Orada bizə dedilər ki, birinci dərsimiz bu oldu, evi yığışdırmaq. Yəni dərindən yığışdırmaq. Otağım varsa otağı və evim varsa evi. İkinci mərhələsi oldu biz öz təmizlik, öz baxım eləmək. Üçüncü mərhələsi oldu istəklərimizi və istəmədiklərimizin siyahısını çıxartmaq. Təbii ki, orada başlıqlar, çox başlıqlar var idi. 5-6 başlıq var idi ki, o başlıqlar altında biz həm mənfi, həm müsbət şeyləri yazmalıydıq. Bunları da eləyib bitirdikdən sonra bizə dedilər ki, siz bir müddət heç nəyə qulaq asmayacaqsınız. Filmə baxmayacaqsınız, musiqiyə qulaq asmayacaqsınız. Reelsdə, yəni ekran görüntüsü də minimuma düşməlidir. Və bunu yoxlayırdılar. Hər gün biz skrin eləyib atırdıq, orada yoxlayırdılar.
Bir müddət bu belə davam edəndən sonra baxdım ki, mən göz kontaktı çox zəif qururdum və hər kəslə qura bilmirdim. Birdən baxdım ki, fərqinə vardım ki, mən artıq insanlarla göz kontaktı qururam və bundan narahat olmuram. Bunu bilmirəm, səbəbi, yəni açıqlaması nədir, necə izah eləyirlər, amma yavaş-yavaş artıq məndə nə istədiyini bilmək, net bilmək şeyi yaranmağa başladı. Necə ki, su durulanda dibi görsənir. O vaxta qədər mən nə istədiyimi bilmirdim, tez-tez fikri dəyişikliyim olurdu, ya da istəksiz olurdum. Nəsə bir iş görəndə, yəni xoşbəxt hiss eləyə bilmirdim. Hətta istədiyim şey belə olsa xoşbəxt hiss eləyə bilmirdim. Amma bu proqramdan sonra həqiqətən çox dəyişikliklər oldu. Bu arada biraz fasilə verdim. Gəldim abed üçün badımcan qızardıram və salat üçün, nədir bunun adı? Fileni qoydum qaynamağa, çay içirəm. Dünən pişirdiyim şinyatla. Sonra yenə spanneləri davam eləyəcəm. Geyimləri bu şəkildə ayırdım. Yaz və qış geyimləri olaraq. Onların hamısını yerləşdirəcəm və başqa da yaz geyimləri varsa çıxardıb oraya yığacam. İndi isə buranı təmizləyəcək. Bura girən, bura baxan elə bilər ki, sanki mən hansısa bir sənətlə məşğulam, yəni incə sənətlə məşğulam. Və mənim bu, nə bilim, qrim otağım deyim, termoda o qədər qarışıqdır ki, sanki mən bütün günü ancaq baxamla məşğulam. Çox qəribədir. Yəni, termonun üstünə aid olmayan əşyalar belə var termoda. Hansı ki, mən evdən çölə çıxanda çox sadə makyaj eləyirəm, çox ağır heç nə eləmirəm, yüklənmirəm. Bəzən dalbadal bir neçə gün vaxtım olmur üz baxımı eləməyə, makyajla bəzi qüsurları örtə bilirəm. Amma bu dərəcədə termonun üzərini qarışdıracağım belə bir şey eləməmişəm. Yəni, xatırlamıram bunu. Və mənə çox maraqlıdır ki, nəyə görə mən termom bu qədər batıb. Məncə özləri özlərini bulaşdırırlar əşyalar. Yəni, mən çox masumam arkadaşlar burada. Mənim, yəni, burada elə deyim, elə bir böyük bir şey yoxdur. Yəni, düzənli olaraq, bir də ki, termo elə bir yerdir ki, kiçik bir yerdir də. Burada götürdüyümü yerinə qoyuram. Otağı silməyə gedirik. Silmək üçün suyuna biraz ətir, biraz da domestos, çox az əlavə eləyəcəm. Ehtiyac olarsa ikinci səfər ağ sirkə ilə də silərəm. Baxacağıq. Ətirli şam, tekstil spreyi, ev üçün tekstil spreyi. Onu da sıxıb otağın qapısına ötüb çıxacağım.
Belə. Burada bitdi. Gözləyirəm yer qurusun. Uşaqları göndərəcəm burada yox dərs oxusunlar. Mən də qonaq otağında və kuxnayı yığışdırım və koridoru və hamamı. Sonra da duş alım. Sonra da axşam yeməyini hazırlayım inşallah. Son olarak kuxnadayam. Evdən çıxan zibillər. Buranı yığışdırıb. Fikirləşdim ki, duş alıb sonra yemək eləyərəm. Amma yemək eləyib, hamamı yığışdırıb sonra duş alacağım. Buranı da həll elədim. Salatın kökü qaynayır. Salatın yeməyin də şeylərini qoymuşam stolun üstünə. İndi hazırlayacağım. Bu şəkildə yerdə xlorlu su ilə sildim. Qəşəng bir neçə dəfə. Qaldı bir dənə hamam. İndi biber salatı yeyirik. Mən həmişə birinci biberləri təmizləyib, bu qabda duzlayıb biraz gözlədirəm ki, suyu çıxsın. Sonradan suyu çıxanda pis olur. Bir də qarıqdalını açmışam krantın yanında, gözləyir suyu axsın. İndi başlayırıq. Şimdi buna duz əlavə edəcəm. Gözləyəcəm ki, bunun duz suyu çıxsın. Uşaqların lobyasını bu şəkildə hazırladım. Onlar pişmiş lobya, yağ soğanda qovrulmuş lobya sevmirlər. Özümüzə də bu şəkildə indi qəşəng qızaracaq. Qızarandan sonra da bu lobyanı əlavə edəcəm üstünə. O da qəşəng qızarandan sonra yumurta vurub qoyacağım pişməyə, sonra yeyəcəyik. Alisa, stop! Keçən videoda molda gəzəndə orada səsli video paylaşmışam. Yəni orada nə çəkirdimsə, nədən danışırdımsa, orada da şey var idi. Justin Bieber'ın arxa fonda muzikası gedirdi. Ona görə köhnə videoya telif gəldi. Telif yedim arkadaşlar. Ne yapacağız? Şimdi bunu da yandırım, qəşəng
Bunlar da yığdığım paltarlardır, quruyub. Onu da ütüləyəcəm, götürəcəm onları. Tağım. Her yer təmizdir. Her yer təmizdir. Necəsən Səccad? Nədəsən? Ruslan zəng elədi ki, biraz gecələcək. Mən də yumurtasız qoydum, lobyanı yedim. Arkadaşlar, hər gün yumurta yeyəcək deyə, hər istədiyimizdə yumurta yeyəcək deyə bir qanun yoxdur. Yumurtası da qayət dadlıdır. Harda değil mi? Kulak asla böyle.